Ey Azərbaycan kişiləri, bir tamınızı söydü bu. Elə bir adam varmı ki, onun türmədə yaxın adamı, əzizi yaxın adamı olmasın. Türmədə yalandan deyirlər 40-45 min, reallıqda 70-75 min civarında türmədə insanlar oturur və yatır. Necə olur ki, bir İlham Əliyevin ailəsinin içindən çıxmaya, Tolik, bütün Azərbaycan siyasi məhbuslarını, bütün məhbusları söyür, hamısının ailəsini söyür. Bu niyə yaşayır hələ həyatda da bu? Haradasınız hə? Bunu niyə başa salan üzr istətirən olmayıb hə? Düzdür, mövzu siz prezident olmaqdan çıxır, siyasətdən də yox, prezident olmaqdan. Güya buradakılar siyasətçidir ki, Amerikalı oğlandır, açıqlı oğlan, bunlar siyasətçi deyil. Sadəcə prezident olmaqdan gedir. Bir uşağın biri deyir, türmədən birini çıxarsınlar, qoysunlar. Bu da deyir, türmədəkilərin hamısının ailəsinin ağzına deyir babu. Bakın, ala. Mənə cavab ver. Azərbaycanda İlham Əliyevə alternativ prezident namizədi birinin adındır. Türmədən bir iki tane traktör tapmalı var. Bu türmədəkilərin evdəkilərin ağzına mı? Fikir verdiniz mi? O türmədəkilərin deyir, evdəkilərin ağzına deyir, mən deyir. Baxın. Bu Yunis'ten bir dənə idim, bu da prezidentdimin, nazirdim axrana ilə gəlsin 20 dənə. Niyə tutub bunu başa salmırsınız hə? Anası bu dəqiqə Almaniyada erməni ilə evlidir. Erməni ilə qeyri-qanuni evlidir. Özünün nəsli kökü, soy kökü ermənidir. Özü əvvəllər siyasi fəal kimi Almaniyaya gəlib. Görüb ki, Azərbaycan İlham Mehriban Əliyevə yer verdi. Kişi Azərbaycana kef eləyir, getdi Azərbaycana. Anası qaldı burada. Anası da erməninin. Ay gəncələr. Ay Rufo, ay yeraltı dünyası, ay kriminallar, ay nə bilim. Mən şiddətdən yana deyiləm. Amma hanı, ay Roma, hardasan, ay İngiltərədə Roma, sağsan mı, hardasan? Ay nə bilim o Rufo, Rusiyada olan, Türkiyədə olan, orada, burada olan kriminallar, avtoritetlər, qozakonlar, türmə sizin evinizdir, eviniz. Bütün türmədə yatanların ailəsinin ağzına deyir Tolik. Hardasınız siz? Ay kişilər, hardasınız? Azərbaycanda kişi qıtlığı var, kişilərə ehtiyac var, əsil kişilərə, hardasınız siz? Yoxsa İlham Əliyevin beylərin qardaşının, AST Telmanın təlimatıyla, Adil Əliyevin təlimatıyla, ancaq siz biznesmenləri, İlham Əliyevin təlimatıyla biznesmenləri, Avropada siyasi fəalları vura bilirsiniz. Başqa iş bacarmırsınız mı? Tolikdə bir ordu ilə gəzmir ki, bir maşında uzaqbaşı, bir ya iki nəfər gəzir də. Hardasınız siz? Niyə başa salmırsınız? Yəqin ki, Tolikindən sonra qaranlıqda çölə çıxanmaz. Yəqin ki. Öz də bilirsiniz ki, qabilin eşidən oğlanlar var. Qabil eşidən oğlanlar. Milli qəhrəman kimi çıxacaqlar. Mən o olaram. Yunisi mən çıxardı milli qəhrəman medalını bu sinəsinə taxmasam bu sinəsinə milli qəhrəman medalını. Əsl milli qəhrəman odur. Əsl milli qəhrəmanlar Tofiq Yaqubludur. Onun sinəsinə əlimlə taxacam milli qəhrəman medalını. Əlzamin Salayev də o medala layiqli adamdır. Niyaməddinin xırda səhv olsa da Niyaməddin də o medala layiq adamdır.